kolbasa məhsulunun tərkibində at əti aşkarlandı. Murdar ətlərdən də ola bilər. 20 il bundan qabaq bu qədər xəstəliklər vardı, yox. Üzərində Ukrayna yazılıb, o oradan gəlir. Sənin nə maraqlıdır? Ölən olsaydım ölərdim də. Bu günlərdə paytaxt bazarlarından birində araşdırmalar zamanı satılan ucuz kolbasa məhsulunun tərkibində at əti aşkarlandı. Aidiyyatı qurum hərəkətə keçdi, müəyyən tədbirlər görüldü və məhsul satışdan yığışdırıldı. Bu isə digər bazarlarda və digər satış yerlərində satılan ucuz kolbasa məhsullarının tərkibi və qiyməti məsələsini bir daha gündəmə gətirdi. Bu cür ət məmulatları əlbəttə təsadüfətlərdən, murdar ətlərdən də ola bilər və çox təəssüflər olsun ki, ölkədə heç bir ətin satışına qadağa yoxdur. Yalnız istehlakçını aldatmamaq üçün ətin mənşəyi göstərilməlidir. Və istisna olunmur ki, belə yerlərə gələn ət məhsulları ola bilsin ki, murdar olmuş, xəstəlikdən ölmüş heyvanların olsun və yaxud ənənəvi olmayan, yeyilməyən heyvan ətlər olsun. Qiyməti də ona görə ucuzdur ki, onlar necə deyirlər, havayı başa gəlib onlara. Bunun üzərində var istehsal tarixi, istifadə müddəti. Qardaş. Bir dənə istehsalı buna bağlayırlar. Bu məhsulu alıramsa, üzərində bax heç bir məlumat yoxdur, kağız yoxdur. Budur deyirsiniz, amma orada mən heç görmürəm. Bir alıcı kimi gəlsəm, onda da mənə maraqlı olacaq, amma bilməyəcəm. Görürsünüz, satdığınız məhsulun istehsal tarixinin nə üzərində yoxdur. Nazirlər Kabinetinin 94 saylı qərarına görə ölkənin əmtəə bazarında satılan bütün ərzaq malları markalanmalıdır, buraxılma tarixi, son yararlıq müddəti, istehsalçı firmanın rekvizitləri və digərləri olmalıdır. 4 manat 50 qəpiyə bir kilo məhsuldur da, niyə belə ucuzdur? Yəni ki, şübhə yaradır da, məsəl üçün mən bir alıcıdır. O zavod bilir də, valla məndən deyəm. Yaxşı, 4 manat 50 qəpiyə satırsınız da, bəs neçə aldınız bunu? 4 manat alırıq, 50 qəpiyə yox. Yəni çoxu faizləndir, faiz verirlər bizə. Orada var 3 manata, 2 manat 50 qəpiyə. Bəs bu üzərində bir məlumat olmayanlar nədir bə? Bax, hər hansı bir məlumat yoxdur. Tarixdəki silinib, bax burada. Bax. Bu tarix nə vaxt olub ki, silinib belə? Silinmir, o elə gəlir. Bir vətəndaş gəldi, məhsul almaq istəyir. Bu məhsulla bağlı məlumatı kimdən alsın? Yəni belə xəyal eləsin ki, nədir, yoxsa necə? Siz deyəsiniz, canlı, yoxsa necə? Dünən gələn məhsulun tarixi artıq bozarıb. Deməli, bu dünən gəlmir də, çoxdan gəlib. Bu məhsulları alıb, üzərinə nə qədər pul qoyursunuz? Nə qədər? Firmanın qiymətinə satır. Bəli. Sizin qazanc? Satılan malı faizini alır. Satılmayan məhsul nə olur axırda? Və yaxud da burada nə qədər qarı satışda? Onu neyinirsə qardaş, onu niyə deyimsə, sənə nə maraqlıdır? Yəni bu məhsul yəni satılmadı, nə olur axırı? Burada nə qədər qalır, neçə gün qalır? Satılan məhsulların tarixini göstərə bilərsiniz? Əlbəttə. Bir kolbasa məhsulu üçün açıq havada bu qədər müddət çox deyil. Noyabrın 17-sindən gələn yanvarın 1-nə qədər. Aha, mən nəbim qardaş. Siz satansınız da, Aha. alanda sizi tanıyır. Kolbasa satışqa heç kim deyə bilməz ki, arqanı təmiz məhsuldur. Ətin kilosu 20-25 manatsa onu da hələ sümükdən ayırıb. Sənə sümüksüz ət verirsə, git gör qəssab neçəyə verir. Ondan çıxan ətin necə ola bilər ki, kolbasa ondan ucuz ola bilər? 20 il bundan qabaq bu qədər xəstəliklər vardı, yox. Kolbasa və sosiska ət məhsulu olduğuna görə onların qiyməti də ətin qiymətinə müvafiq olaraq dəyişməlidir. Çünki bu kimi məhsulların minimum 70%-i təmiz ətdən hazırlanmalıdır. Əgər qiyməti ucuz təklif olunursa, bu zaman onun tərkibində keyfiyyətsiz ətdən, eləcə də ətdən daha çox heyvanın yararsız hissələrindən, dərisindən, bağırsaqlarından, qığırdaqlarından, sümük tozundan və bitki mənşəli digər zülaldan, nişastadan daha çox istifadə olunduğu bilinir. Məsələ ilə bağlı aktadan bildirildi ki, qida subyektləri satış fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən insanların həyat və sağlamlığına zərər vurulmasını tam istisna edən vəziyyətdə təqdim edilməlidir və buna görə məsuliyyət daşıyırlar. İstehlakçılar qida məhsullarının keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı hər hansı şikayətləri olduğu təqdirdə satıcıdan hüquqlarını tələb edə bilərlər. Eyni zamanda belə hallarda agentliyin qaynar xəttinə müraciət etmək tövsiyə olunur.